gençler, bugünkü dersimiz birinci dereceden denklem üzerinden olacaq bu videoda. Ümid edirəm ki, hər biriniz üçün faydalı bir ders olacaq. Getdik, ümumi nədən başlayacağım? 6-cı sinifdə keçiririk ilk dəfə birinci dereceden denklemi tənliyin. Ümumi quruluşu ax üstə gəl b bərabərdir 0 formatında olan tənliklərə birinci dereceden tənliklər deyilir. Bu tənlikləri həll eləyərkən 3 şeyi bilmək lazımdır. Yəni sınavda sizi nə yoxlaya bilər. Standart əslində bunu həll eləməyi bacarırıq. Birinci uşaqlar a bərabərdir 0, b bərabərdir 0 olanda bunu 2 dənə zəncirin hissəsi kimi düşünün. Zəncirləri birləşdirəndə sonsuzluq alınacaqdır. Elə oradan uyğunlaşdırıb yadda saxlaya bilərsiniz. Tənliyin həllər küməsi CK və ya SS yazılır. Bu nə deməkdir? X-in ala biləcəyi qiymətlər. Bu bərabərdir sonsuz sayda olacaq və yaxud da ki R sayda. Yəni tənliyin denkləmin sonsuz sayda həlli var demək. İkinci halda isə a bərabərdir 0, b fərqlidir 0 olanda zəncir qırılmış olacaq. Demək ki CK-mız bərabərdir boş kimi olacaq. Yəni X-in bu tənliyin bir həlli olmayacaq. Üçüncü halda isə standart halda a fərqlidir 0 olan uşaqlar. Fikir verin, mən x-i tapmaq üçün b-ni atacağım sağ tərəfə, böləcəm a-ya. Kəsirin paydası, yəni sıfırdan fərqli olanı tənliyin bir dənə həlli olacaq. Burada da yeganə həlli olmuş olacaq. Bu belə. İndi demək a nə oldu bizim üçün? X-in qarşısında duran əmsal oldu. B isə x-sız olan hər şey oldu. Tənliyi ümumiyyətcə həll eləməyi bacarırıq, amma araşdırılmasıdır bu. Birinci dərəcədən tənliklərin araşdırılmasıdır. Ona görə araşdırılmanı birinci izah eləmək istədim. Sonra həllər üzərindən gedərik. Baxın, burada 9-cu suala baxın. CK-sı və ya SS-i həllər küməsi sonsuz sayda həlli var. R yazır. Bu deməkdir ki, sağdan sola, yəni x-in qarşısındakı sağ tərəfdə eşit olsun digər tərəfə, x-sız duran isə burada x-sız durana bərabər olsun. A 2 bərabərdir -3 deyəcəksiniz. B-miz bərabərdir 5-ə, A-mız buradan bərabərdir bizim üçün -1-ə. Bizdən də bunların hasilini istəyir -1. Əlbəttə 10-cu suala baxmış olsaq, bax burada da yenə nə deyir? CK-sı sonsuz olsun. Bu izahını vermək üçün əvvəl belə bir şey deyim. Parantezləri əgər açmağı bacarmayan uşaqlar varsa aranızda, əgər parantezin önündə mənfi bir işarə varsa, eksi varsa, içərini vurub açanda işarələri əksinə dəyişdirəcəksiniz. Yəni pozitivdirsə negativ, negativdirsə pozitiv olaraq dəyişdirəcəksiniz. Parantezləri açmadan öncə içəridəkini birinci açmağınızı tövsiyə edirəm. 3'ü 2x-a vuracam 6x, 3'ü -1'ə vuracam -3 eləyəcək. Baxın bu belə. Gördük. İndi yenə bunun qarşısında mənfi var. Bu şəkildə olan təkrar bir də vurub açıram. 4x çıx 6x artı 3 olacaq. Bərabərdir mx plus 3'ə. Bunu biraz sadələşdirəcəm. -2x artı 3 bərabərdir mx plus 3 olacaq. Buradan 3'lər gedəcək. Bu buna eşitdir. M də buradan bərabər olacaq -2'yə. Bu formada həll edəcək uşaqlar. Bu belə. Bu misallar belə getdi. Gəlin biraz da boş kim olmasına dair olan misallardan işləyək. Görək oradakı suallarda harda rastımıza çıxacaq bunlar. Məsələn yuxarıda var. 8-ci soruya boş kim olsun deyir. İndi uşaqlar baxıram. Bunu əvvəlcə dağılım eləmək lazımdır. Standartda olmayanda tənlik direkt götürüb, yəni bunu hesablaya bilmirəm. Dağılım eləyəcəm. Dağılım nə deməkdir? Vurub açacağım. 4x minus 12 artı 7 bərabərdir 2x minus 2. Burada vurub açmasanız da olar. Sağ tərəfdə 2 minus ax qalsın. Çünki x-in əmsalıdır. Plus 1'ə. İndi buradan uşaqlar standarta gətirsəm. X-lı şeyləri atacağım bir tərəfə. 4x çıxılmış. 2 minus ax oldu. Bərabərdir. -7 artı 7. Eksi. -2 üstə gəl 7 bizə -5. -5'i digər tərəfə atsam 6 eləyəcək. Buradan x-i parantez dışına çıxarsam 4 çıxılmış 2 çıxa plusa bərabərdir 6'ya. Buradan da x atmır tərzə. Bizə 2 plusa bərabərdir 6 olacaq. Ümumiyyətcə sizə bunu yazmadan öncə də bir şey deyim. Məsələn mən dərsin başında izah edəndə dedim tənliyi ax üstə gəl b bərabərdir 0 şəklində yadda saxlayın. Belə yazılır, elə deyil. Qayda olaraq belə yazmışdım. Amma uşaqlar mən tövsiyə edirəm ki, bunu belə yadda saxlamayın. Ax bərabərdir b formatında yadda saxlayın. Belə olanı daha yaxşı olur. Çünki biz tənliyi həll edəndə x-lı şeyləri bir tərəfə atıraq, x-sızları isə digər tərəfə atıraq. Ona görə bunu belə də yadda saxlayın. Fikir verdisə bizim b-miz bu oldu. Zaten bu sıfırdan fərqlidir. Bizim CK-mızın boş kim olması üçün, CK-nın boş kim olması üçün A0 olmalıdır, B0'dan fərqli olmalıdır. Sınava da hər zaman ilk iki şərt
şərt düşür uşaqlar. Üçüncü halı zaten soruşmayacaq. Burada x-in vurulduğu şey 0-a bərabər olmalıdır. Ona görə mən burada a-ya götürüb nə deyəcəm? A-ya bərabərdir, -2 deyəcəm. Bu formada işlənmədə a-nın qiyməti -2 oldu. Hər şeyi unutdunuz deyək. Hər iki halın ikisində də x-in əmsalı, x-in qarşısında duran hədd, yəni qarşısında vurulan vuruq, parantezin içində olacaq, ya ayrıca bir hərf olacaq. O mütləq 0-a getməlidir. Yəni ən pis ehtimalda onu standarta gətirib, onu 0 götürürsünüz və salam. Bu belə. Məsələn, artıq gəlin birinci dərəcədə nəqləmin hesablanmasına gələk. Məsələn, burada belə bir sual var. ÇK 2-dir nə deməkdir? ÇK'sı 2-dir o deməkdir ki, konkret olaraq x-in qiyməti 2-yə bərabərdir. Aparıb x-in yerinə 2 qoyacaqsınız. 14 çıxı 8 üstə gələ bərabərdir. 8 çıxılmış 5 olacaq. Bunu hesablayacaqsınız burada. Bizdə verəcək 6 plus a bərabərdir. 3-ə, a da buradan bərabərdir. -3 şəklində olacaq. Cavabımız C variantı olacaq. Bu belə. Fərqli misal tiplərini izah edəcəm. İndi yuxarıya qaydaq. Elə təməldən başlayaq. Parantezlərin vurulub açılması ilə başlaya bilərik. Baxın, bu ən sadə, ən primitiv versiyasıdır. Tənliyi həll edəndə x hərfli gördüyünüz üzrləri bir tərəfə, hərfsiz gördükləriniz isə bir tərəfə yığın. 3x-i bu tərəfə atdıqda işarəmiz əksinə dəyişəcək. -3x olacaq bərabərdir. Onu sağda yazdım. -2-ni də atıram bunun bu tərəfinə, müsbət 2 olacaq. 5x çıxı 3x mənə 2x verəcək. 2x bərabərdir 12 olacaq. X də buradan 6 olacaq. x-in qiymətini tapmış oldum. Bir də uşaqlara hər zaman deyirəm ki, ən pis ehtimalda x istəmir, x tənliyin misalın aşağısında durur. Aparın yerinə qoyun, cavabı çıxarın. Yəni misalı boş buraxmayın. Sonra kəsir tiplilərini verdiyində bunu orantıda elədiyimiz kimi eləyirik. Çarpaz vuracaqsınız uşaqlar. Birincinin payını götürüb digərin paydasına vururam. 3 vurulmuş x minus 4 bərabərdir. 1 vurulmuş 2x artı 3 şəklində. Bunu vurub açacaq 3x minus 12 bərabərdir. 2x plus 3 olacaq. Yenə x-lı hərflə bir şeylər keçirəcəm bir tərəfə. 2x bərabərdir 3. -12-ni oynatdıqda artı 12 eləyəcək. X buradan bərabərdir 15 olacaq. Cavabda D variantı olacaq. Bunlar belə. Sonra parantez vurub açmaqla bağlı suallar işləyək. Baxın, yenə də işarələrin təyin olunması ədədlərə görə düşünülür. Baxın, bu -2-dir, elə deyil, -2-yə aiddir. Gəlirəm onu içəriyə vuranda, -2-ni 5-ə vuracaq, pozitiv 5-ə vuranda -10 verir. -2-ni -x-ə vuranda artı 2x verəcək. Sonra bu pozitiv 3 kimi düşünür. Pozitiv 3x-ə vuranda 3x verəcək. 1-ə vuranda isə pozitiv 3 verəcək. Bərabərdə 3x plus 1 formatındadır. Bunu biraz sadələşdirəcək, biraz yağ, bunu qruplaşdıraq. 5x çıx 7 bərabərdir, 3x plus 1 olacaq. Sonra x-ını atıram bu yana, 5x çıx 3x olacaq. 1 -7-ni oynatdıqda müsbət 7 olacaq. 2x bərabərdir, buradan 8-ə, x-in də qiyməti 4 olacaq. Cavabda C variantı olacaq. Bu misallar bu formada işlənəcək. Bunlar belə. Sonra məsələn, bunların hamısı eyni standartlı sual olduqları üçün artıq işləməyəcəm. Biraz da fərqli stillərdən işləyək. Məsələn, kəsirli misallardan işləyə bilərik. Kəsirli misallarda problem yaşayırsınız. Tutaq ki, ikinci misal işləyə bilərik. Şuralar bu tiplidən yenə də 3-ü götürüb birincinin payına, -2-ni də ikinciyə çarpaz bir şəkildə vura bilərsiniz. Və yaxud da bu formada da düşünə bilərsiniz. 2 ilə 3-ə düşünərsiniz, ortaq məxrəc nə eləyə bilərəm? 6 eləyə bilərəm. Oradan da düşünə bilərsiniz, birincini 3-ə, ikincini -2-yə vururam. Yenə də eyni qaydaya gələcək. 3-ə vuranda 9 çıxılmış 12x olacaq. Bərabərdir. İkincini -2-yə vuranda -6. Hər bir həddə tək-tək vuracaqsınız. -6 çıxılmış 2x olacaq. İşarələrdə diqqətli olun. Bir də belə bir şey eləyə bilərsiniz. Məsələn, uşaqlar hər zaman standart olaraq nə edirik? X-lı şeyləri hər zaman sola atırıq, elə deyil. Elə düşünməyə də bilərsiniz. Məsələn, mən çox zaman hesablayanda mexaniki olaraq, məsələn, daha hansı istiqamətə keçirsəm pozitiv alınar deyə o ideya ilə hər zaman pozitiv ola biləcək istiqamətə atıram. Məsələn, -12x-i digər tərəfə atsam, artı olduğu üçün, pozitiv olduğu üçün sağa ataraq işləyirəm. 12x-i sağa atsam mənə nə vermiş olacaq uşaqlar? 12x olacaq, pozitiv olacaq. Bura -2x olaraq qalacaq. 9 -6-nı bu yana atanda müsbət 6 olur. Yəni bu ideya ilə də işləyən uşaqlarım var, tələbələrim var. Ona görə deyirəm ki, yəni sıxıntı yoxdur, heç biri yanlış deyil. Bu formada işləyə bilərsiniz. Buradan da biz baxaq görək hesablama problemi harda yaşadıq. Vurmada problem yaşadıqmı? 9 çıxılmış 12x bərabərdir. -6 minus 2x-a xeyr, heç bir problem yoxdur. 12x minus 2x 9 plus 6 15-ə.
Buradan da tapıram. Hə, bizdən başqa bir şey istəyirmiş. 2x plus 3 istəyir. X-in dəyərini buradan tapıram ki, 15 bölünmüş 10-a bərabərdir. O da 5-i ixtisara aparacam, 3 bölünmüş 2 alınacaq. İndi gətir bunu, bizdə 2 böl 3-ü götür x-a vur deyir. X-in qiyməti 3 böl 2-dir. Buradan ixtisar edib cavab 1 qalacaq. Cavabımız da D variantı olacaq. Bu misallar bu formada. Gəlin indi başqa tipli misallar işləyək. Baxın, burada da paydaları necə edib? Paylarında da olsa eyni qayda çarpaz vura bilərsiniz. Bu formada işlənəcək bu suallar. Bu sualları işləyəndikdə isə uşaqlar çarpaz vura da bilərsiniz. Aşağını yuxarıda da yarada bilərsiniz. Hər iki halda eyni şey verəcək. Çarpaz vursaq bizə x plus 1-i götürüb x plus 3-ə vuracam. Bərabər eləyəcəm. X plus 4-ü vuracam çarpaz bir şəkildə x minus 1-ə. Paydaları, yəni parantezləri vurub atsam, x-i x-a vuracam, x-in kvadratı, x-i götürüb 3-ə vuracam, eləyəcək mənə 3x. X-la işim bitdikdən sonra keçirəm 1-i vurmağa. 1-i x-a vuracam, x vuracam 3 eləyəcək, bərabərdir. Eyni qaydada x-i götürüb ikinci mötərizədəkinin hər birinə 1-1 vururam. X-in kvadratı çıx x plus 4x verəcək, 4-ü vururam, çıx 4 verəcək. Buradan sağdan sola keçirəndə eyni işarələr otomatik bir-birini aparmış olacaq. Burada qaldı 4x artı 3 bərabərdir. Sağ tərəfdə artı 3x çıx 4 qalacaq. X-ları bir tərəfə atacaq, x bərabər 3-ü digər tərəfə atacaq, mənfi 7 eləyəcək. Cavabımız da A variantı olacaq. Bu tipli suallar bu formada işlənəcək. Çox kəsirli misallardan işləyə bilərik. Məsələn, bunu işləsək, 2, 2 və 4-ə ortaq məxrəc düşünə bilərsiniz. 21-in məxrəcinə 1 atın uşaqlar. Məsələn, ortaq məxrəc 12 deyəcəm. 12 dediyimdə hər tərəfi 12 olması üçün birincini 6-ya, ikincini 4-ə, üçüncünü 3-ə, sonuncunu da 12-yə vurmalıyam. Bu formada düşünə bilərəm. 6x sonra paydalarını götürüb silirəm. 6x artı 4x çıxılmış 3x bərabərdir. Burada da 12 vurulmuş 21 şəklində yazacağım. 6, 4 mənfi 3 hesablayanda bu mənə 7x verəcək. 7x bərabərdir 12 vur 21 şəklində yazacağım. Mən çox vaxt hesablamaları eləmirəm, sonunda ixtisar aparıram. 7 ilə 21 ixtisar gedəcək 3 qalacaq. X-in də qiyməti buradan 36 çıxacaq. Cavabımız C variantı olacaq. Bunlar belə. Sonra uşaqlar gəldik bu tipli soruya. Yenə ortaq məxrəc olaraq nəyə gətirərik? 2, 3, 4, 6-ya ortaq məxrəc bizdə 12 olar. 12 olması üçün birincinin sürətini 6-ya, ikincinin 4-ə, üçüncünün 3-ə, sonuncunu isə 2-yə vurarıq. Sonra paydaları götürüb silirəm. 6x. İndi burada 2-ni 4-ə vurdum. 8 elədi. Qarşıda da mənfi var. Mənfi 8-i içəriyə vurub atacaq. Mənfi 8x artı 8 bərabərdir 3x plus 3. Üstə gəl 2x şəklində olacaq. Bunu hesablayanda mənfi 2x plus 8 bərabərdir 5x plus 3 formatında olacaq. X-i götürüb bu tərəfə atacam, 7x eləyəcək. 3-ü götürüb bu tərəfə atacam. Mənə 5 verəcək. X də bərabərdir 5 bölünmüş 7 şəklində. Cavabımız D variantı olacaq. Bu misallar bu formada işlənəcək. Bunlar belə. Bunlarda da eyni qayda eləyəcəyiz uşaqlar. Bir sıxıntılı bir şey yoxdur. Sonra gəldik bu tipli sorulara. Bu tipli suallarda biz bilirik ki, çarpmaları ayırmadan bilirik. Bir şeyin yerini, əgər mən x minus y yazılıbsa, bunun istiqamətini əksinə dəyişirəmsə, bunun qarşısına mənfi atıram. Y minus x şəklində yazıram. Bu arada bu sadəcə tək dərəcəli tənliklər üçün keçər. Yəni qüvvəti, baxın, yazsam daha yaxşı başa düşəcəksiniz. Düşünün sizə x minus y üstündə 2n yazılır. Cüt dərəcədən olanda bunun qarşısına mənfi atsaz belə, üstü cüt dərəcədən olduğu üçün qarşıya mənfi atmağa ehtiyac yoxdur. Çünki üstü kvadrat 4-cü dərəcə olanda o mənfini yeyib aparacaq. Amma içi tək dərəcə olanda, üstü tək dərəcə olanda, 2-1 dərəcədən olanda, əgər mən onun istiqamətini dəyişirəmsə, mənfi deyəcəm. Mənfi y minus x üstündə 2-1 şəklində yazılacaq. Yaxşı, bu formada. İndi mən demək, bu qaydaya əsasən desəm, uşaqlar, bunun bu formada olması mənim işimə yaramır, elə deyil, onun istiqamətini dəyişdirməliyim. 3x minus 5, mən misalını götürüb, x minus 2, bunun istiqamətini dəyişəndə biz rasionəllərdən bir şey qeyd edəcəm bura. Baxın, mənə verib tutaq ki, 3-2, elə deyil, bunun qarşısında var mənfi. Bu mənfini ürəyim istəsə yuxarıya, istəsə götürüb bunun aşağıya atsam, heç bir fərqi yoxdur. 3 kəsirin 3-ü də bir-birinə bərabərdir. İndi buna əsasən mən genəlliklə ortada ikinci tərəfə mənfi atıram. Aşağısına mənfi atıb bunu atıram kəsirin qarşısına. Bunun yerini dəyişirəm, baxın bu formada. Tamam mı? İndi gəlin bunu hesablayaq. X minus 2. Burada diqqətli olun. Burada mənfi olan da bu qalxır bunun içərisindəki, yəni sürətdə duranların hər birinin işarəsinin əksinə dəyişəcək.
Buradan olacaq 3x minus 5 çıx x çıx 4 bərabərdir 2-yə. Yuxarını hesablayanda 2x çıxılmış 9 aşağısında x minus 2 bərabərdir 2-yə. İndi bunu çarpaz vuranda 2x minus 9 bərabərdir 2x minus bunun aşağısında 1 var idi. Çarpaz vururam 4. 2x'lar buradan getdi. Mənfi 9 bərabərdir mənfi 4. Bu ifadə doğru olmadığı üçün boş çoxluq götürürsünüz. Atıram belə alınsaydı. Tutaq ki 4 bərabərdir 4 alsaydı. Bu bir ifadə bir doğrudur. Axı bu doğru olan da r götürəcək. Ç kavisi r götürərdik. Yox, bu zaman da r götürə bilməzdik uşaqlar. Atıram hesablama sonucunda mənfi 4 bərabərdir mənfi 4 almışam. Əslində riyazi olaraq bu bərabərdir. Cavabı r götürməliydim. Amma paydası olan tənliklər həll edəndə, kəsirin paydası 0 olanda kəsir tanımsızdır, yəni belirsiz olduğuna görə, yəni ona görə kəsiri 0-a çevirən ədədi çıxmaq lazımdır. Yəni cavablarda əgər r çıxılmış, tutaq ki 2 yazılsaydı bunu götürəcəydiniz. Bu bir, bunu qeyd etmək istədim. Sonra bir də şey deyəcəkdim. Atıram siz tənliyin cavabını 2 tapmışsınız. X bərabərdir 2. Yenə tənliyin həlli boş kimi olacaqdır. Səbəb, çünki mən 2-ni aparıb kəsirin məxrəcində, paydasında qoyub hesablaya bilmirəm. Orada qoyduqda cavab 0-a gedir. Yəni tənliyin kökü ola bilməz. Bu da kənar kökü olduğu üçün yəni 2 qiyməti ödəməyəcəkdir. Cavab boş çoxluq olacaqdır. Bu formada hesablayacaqsınız. Buradakı misal eyni olacaq. Sonra 10-cu tipli suallara gəldikdə ya da 11 tipli suallara gəldikdə uşaqlar çox qarışıq misal kimi görünə bilər. Amma əsas ideyası nədən ibarətdir? Məxrəcləri eyni olan kəsirləri bir tərəfə yığsaz, onlar tam ədəd verəcək. Məsələn, baxın, 11-ci sualı işləsəm. 3x minus 1, mən görürəm bununla bu eyni şey. Gördük. Onları keçirirəm bir tərəfə. Keçirəndə minus x plus 3, x minus 2, artı x minus 2, x plus 3 bərabərdir 1-ə. İndi bunu hesablasam, aşağısında x minus 2 var, elə deyil. Yuxarısında 3x minus 1 çıx x çıx 3 oldu. Üstə gəlirmiş x minus 2 bölünmüş x plus 3, cavab da 1 verdi. Aydındır. Sonra aşağısı x minus 2'dir. Yuxarısında 4x minus 4 aldı. Artı x minus 2, x plus 3 bərabərdir 1'ə. İndi bunun yuxarısı aşağısından 2 dəfə böyük. Yuxarıdan aşağıya 4 dəfə hesablamaya bir dənə baxırıq. 4x minus 4'dür. Misalın aşağısı x minus 2'dir. 4'ü parantez dışına çıxaranda o sənə bir şey vermir. Bir dənə misala baxırıq. Burada hesablamada 2x verir. Bura 2x minus 4. Yuxarı aşağıdan 2 dəfə böyük oldu. Aydın olur. Yuxarı aşağıdan 2 dəfə böyük olduğu üçün yuxarıdan aşağı götürüb böləndə bura mənə 2 verəcək. 2 artı x minus 2, x plus 3 bərabərdir 1'ə. İndi 2'ni bu digər tərəfə keçirəndə x minus 1 bölü x plus 3'ün qiyməti mənfi 1'ə bərabər olacaq. Bunu yuxarıdan aşağı çarpaz vuranda x minus 1 bərabərdir mənfi x mənfi 3 olacaq. X'i bu tərəfə keçirsəm 2x bərabərdir mənfi 2 olacaq. X'in də qiyməti mənfi 1 şəklində tapacaq. X'in qiyməti olacaq mənfi 1. Mənfi 1 də kəsirin məxrəclərinin heç birində, yəni sıfıra çevrilmədiyi üçün cavabımız elə mənfi 1 olaraq qalacaq. Bu tipli suallar bu şəkildə həll olunacaq. Sonra 13 tipli sorular necə çözüləcək? 13 tipli soruları çözdükdə uşaqlar kəsirim olaraq necə fikirləşəcəksiniz? Düşünün ki, onun üstünə nə gəlsə cavab 13 olur. 13 edəcək. Deyəcəksiniz ki, 3'dür. Aynı onu bu 3 olacaq. Sonra düşünün ki 15'i nəyə bölsəm 3 olacaq. Deyəcəksiniz ki aşağısı o zaman 5'dir. Aydın oldu. Düşünəcəksiniz bu şey 5 oldu. Bu oldu 5. İndi düşünürsünüz ki 2'nin üstünə nə gəlsəm cavab 5 olar. Düşünürsünüz ki 3'dür. Düşündünüz ki bu artıq 3'dür. Aydın oldu mu? 9'u nəyə bölsəm 3 olar. Demək ki kəsirin məxrəci 3 olmalıdır. Aydın oldu. Bu formada gedir. Demək aşağısı 3 oldu. Bir elə ki x'a yaxınlaşıram da. İndi 1'in üstünə nə gəlsəm 3 olar deyə düşünürsünüz. Onda düşünürsünüz ki bu 2 olmalıdır. Bu 2 olmalıdır. Yəni 2x minus 4 bölünmüş 4 2'ye bərabərdir. Demək onda 2x minus 4 8 olacaq. 2x buradan 12 olacaq. X da buradan 6 olacaq. Cavabda Y variantı çıxacaq. Bu belə. Bu şəkildə hesablanır. 15 tipli sorulara gəldikdə. Fonksiyon dərsini keçəndən sonra bu daha rahat gələcək, amma hal-hazırda bunun izahı nəticədir. Sizdən kim istəyir? X istəyir, elə deyil. Sizdən istədiyi hərfli ifadələri saxlayırsınız bir tərəfdə, digərlərini atırsınız əks tərəfə. Burada X-lıları saxladım bir tərəfdə, X-sızları atıram digər tərəfə. İşarələrini dəyişərək atırsınız, diqqətli olursunuz. X-i parantez dışına alıram, 3y çıx 1 bərabər olacaq 5 minus y-yə.
Burada vuruq hasil temasına görə x-i qaytarıb tapdıqda 5 minus y-ni götürüb 3y çıxıb 1-ə böləcəm. Cavabımızda A variantı olacaq. Bu tipli sorular da bu şəkildə həll olunacaq. Məsələn, bunların hamısına izah verdim. Burada standartdır. A-nın yerinə -1, B-nin yerinə -4 qoyub hesablayırıq. -3 vurulmuş -1 çıxılmış -4 üstə gəl 2c bərabərdir 17-dir. Bunu hesablasam 3 çıxılmış mənfi müsbətə çevirəcək, mənfini mənfiyə vuranda müsbət eləyəcək. 4 eləyəcək üstə gəl 2c bərabərdir 17-dir. Bu 7 verir, onda 2c bərabərdir 10 olacaq. C-nin də qiyməti buradan 5 olacaq. Bu şəkildə həll olunacaq. Bunlar asan tiplərdəndir. Burada sadəcə yerinə, yəni ədədi qoyub hesablayacaqsınız. Bunları bayaq yuxarıda izahını verdim. Bu şəkildə həll eləyəcəyik. Bu araşdırmaları da elədik. Növbəti